Menstruasiya qanında ürək hüceyrələri yetişdirildi. Alimlər menstruasiya qanında olan xüsusi kök hüceyrələrinin gələcəkdə ürək toxumasının bərpasında istifadə olunacağını bildirib. Araşdırmalar göstərib ki, menstruasiya qanında yerləşən endometrial mezenkimal kök hüceyrələr sürətlə çoxalma qabiliyyətinə malikdir və laboratoriya şəraitində müxtəlif hüceyrələrə çevrilir. Amerika Birləşmiş Ştatlarının Texas Universitetinin tədqiqatçısı Ciabauli tərəfindən aparılan araşdırmada menstruasiya qanından əldə edilən hüceyrələrdən ürək kəzələsi hüceyrələri yetişdirilib. Daha sonra 3D bioprint texnologiyası vasitəsilə ürək toxumasına bənzər struktur hazırlanıb. Tədqiqatlar göstərib ki, bu hüceyrələr infarktdan sonra yaranan çapıq toxumasının azaltmağa və ürəyin fəaliyyətini yaxşılaşdırmağa kömək edir. Mütəxəssislər qeyd edir ki, bu üsulun əsas üstünlüklərindən biri hüceyrələrin ağrısız və qeyri-invaziv şəkildə əldə olunmasıdır. Bundan əlavə, metod etik mübahisələr yaratmır və gələcəkdə insanın öz hüceyrələrinin yenidən ona köçürülməsi imkanını yaradır. Hazırda tədqiqatın böyük hissəsi laboratoriya və heyvan modellərində aparılır.